Qəbələyə payız gəlir, temperatur düşür, yağıntılı günlər yaxınlaşır, səhər yürüyüşləri də çətinləşir. Ona görə də üst tuturam Qəbələ Karvansaray otelə, Çeşmə spaya. Burada kişilərə və qadınlara ayrılıqda olmaqla keyfiyyətli və sağlam vaxt keçirmək üçün hər cür şərait var. Mən də günə yaxşı enerjili başlaya bilmək üçün gəlirəm idman zalına, müxtəlif kardio alətlərində biraz isinmələr eləyirəm. İsinmələrdən sonra da çox uzun müddət ara verib təkrar başladığıma görə qarın, ön qol, arxa qol, sinə, kürək, çiyin, ayaq, daban, ümumiyyətcə nə qədər ağla gələn əzələ qrupları varsa, hamısı ilə yüngül çəkilərdə məşq eləyirəm ki, əzələ yaddaşım təzələnsin. Uzun aradan sonra belə oluram, hazırlaşıb gedirəm işlərimin ardınca və gəlib çatıram 7 gözəl otelə. Burada gəlib çatan kimi adəti üzrə kapuçino, ardınca süddə bişmiş yulaf əzməsi, sonra da başlayıram çəkilişə. Bura gəlməkdə əsas məqsəd dağınıq buludlu havadan maksimum faydalana bilmək idi. Çəkilişə 3 fərqli nöqtədən time-lapse çəkilişi ilə başlayıram, sonra bir dənə çay fasiləsi, sonra fərqli rakurslar axtarıb buranı tapıram, yenə məcbur kurslar üsullara müraciət etməli oluram və nəticə də belə olur. Sonra yenə düşürəm otelin canına, ağ buludlar, mavi səma, sarı yarpaqlar. Əsas binanı daha da gözəl göz önünə çıxara biləcək sağdan, soldan və fərqli rakursdan bir neçə kadrlar. Ən sonda da bu kadrı çəkirəm ki, nə vaxtsa mənə lazım olar. Sonra da çantamı yığışdırıb düşürəm yola və gəlib çatıram Pak fırına. Burada gəlib çatan kimi adını qədim Roma imperatoru Yuli Sezardan yox, İtalyan mənşəli şef Sezar Cardini'dən almış salatdan yeyib gəlib çatıram Memiyə. Burada gəlib çatan kimi çəkəcəyimiz Hindistan filminin planlamaları ilə tanış olub gəlib çatırıq Atıcılıq klubuna, sonra gəlirik təkrar Memiyə. Sonra da gəlirik çayxanada biraz dincimizi almağa. Həmin ərəfədə mən də bu gün Memiyə çəkdiyimiz videonun ilk toxunuşlarını eləməyə başlayıram. Sizin əslində bir dəqiqədə baxıb gülüb keçdiyiniz videoların arxa fonunda isə biz çox ciddi əmək və vaxt sərf edirik. Memidən sonra da gəlib çıxıram MM kişi salonuna, çünki saçlarımı 10 ilə yaxında dostumuz Sənandan başqa heç kimə etibar eləyə bilmirəm. Saç baxımım bitdikdən sonra da gəlirəm Arzum Şirniyyata Tariyel şefin yanına, çatan kimi bir dənə çay, ardınca da Tariyel şefin yeni toxunuşları ilə modifikasiya elədiyi Gürcü xəngəllərinin dadına baxırıq. Burada da Tariyel ürəyində izah eləməyə çalışır ki, bundan ötürü Gürcüstana getməyə qətiyyən ehtiyac yoxdur. Xəngəl məclisində yarpaq xəngəli ilə davam eləyib bitirdikdən sonra qərara gəlirəm ki, uzun və yorucu bir günün yorğunluğunu atmaq üçün yenə gəlim Karvansaray otelə, Çeşmə spaya. Burada gəlib çatan kimi kinolarda imkanlı adamların evdə geyindiyi xələtdən geyinib isti duş və sauna ilə başlayırıq. Yorğun bir gündən sonra sauna həm bədən, həm də zehin üçün çox faydalıdır. Əzəllər rahatlaşır, stres azalır, toksinlər atılır, yuxu keyfiyyəti artır, immunitet sistemi dəstəklənir və dəri üçün də olduqca faydalıdır. Sonrasında soyuq duş və buxar otağı ilə davam eləyib gəlib çıxırıq Türk hamamına. Burada da Türk hamamının əzəlləri və oynaqları rahatlatması, tənəffüs yollarına yaxşı təsir etməsi, stres azaltması, yuxunu tənzimləməsi, immuniteti gücləndirməsi kimi faydalarından faydalanıb gəlir hovuza. Hovuzda da bayaqdan bəri bədənimizin itirdiyi su ehtiyatlarını xlorlu su ilə bərpa eləmirik, çünki su içməyə də çox diqqət eləyirdik. Hovuzdan sonra da günü 11 kilometr 13 min addıma yaxın göstərici ilə bitirib gedirəm sabahki gün üçün enerji yığmağa və video da burada bitir.